Çin Xalq Respublikasının İranda olan 40 vətəndaşı Azərbaycana təxliyə edilib. Rəsmi prosedurlardan sonra onlar ölkələrinə getmələri üçün Astaradan avtobusla yola salınacaqlar. Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş edib. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb. Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Alen Simonyan deyib ki, Paşinyan Türkiyə prezidenti Recep Tayyip Erdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Erməni spiker qeyd edib ki, Paşinyan və Erdoğan iyunun 20-sində Ankarada görüşəcəklər. Bugün səhər saatlarında İsrail qırıcıları İranın mərkəzi əyalətində Sepah bazalarına hava zərbələri endirib. Bu barədə yerli media məlumat yayıb. Hücum nəticəsində 6 Sepah zabiti, 2 Sepaha bağlı bəsic üzvü həlak olub. Sepahın mərkəzi əyalətdəki qərargahı xəbəri təsdiqləyib. İsrail İrana hücumlara başlamazdan bir neçə saat əvvəl Amerika məsələ ilə bağlı Türkiyəni xəbərdar edib. Vaşinqtonun xəbərdarlığı Suriyada mövqelərini gücləndirən Ankara ilə Təl-Əviv arasında gərginliyin qarşısını almağa yönəlib. İsrailin Suriya və İraq üzərindən İranı hədəf aldığı güman olunur. Bildirilir ki, Netanyahu hökuməti dekabrdan bəri Suriyada hava müdafiə sistemlərinin sıradan çıxararaq ölkəni müdafiəsiz qoyub. İraq, İsrail təyyarələrinin öz hava məkanından istifadə etməsi ilə bağlı BMT-yə şikayət edib. Reutersin məlumatına görə Amerika bir sıra region ölkələrini, o cümlədən Qətəri, İsrailin hücumu barədə öncədən xəbərdar edib. Bakıda İsrail və Türkiyə nümayəndələrinin görüşündən sonra Suriyadakı gərginlik azalıb, lakin Təl-Əvivi narahat edən əsas məsələ Türkiyənin Suriyada S-400 sistemlərini yerləşdirməsi ehtimalıdır. The Middle East Eye-a danışan Türkiyəli mənbə deyib ki, Vaşinqtonun təzyiqi səbəbilə Ankara bu addımdan imtina edə bilər. Eyni zamanda Türkiyə təhlükəsizlik toplantıları keçirərək hərbi hava qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Avropalı həmkarları ilə təmaslarında bəyan edib ki, Tehranın hazırki vəziyyətdə əsas məqsədi təcavüzə qarşı effektiv və çəkindirici mübarizə aparmaqdır. Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, Əraqçı, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya Xarici İşlər Nazirləri, Avropa İttifaqının nümayəndəsi, həmçinin İtaliyanın Xarici İşlər Naziri Antonio Tajani ilə ayrıca söhbət aparıb. Mənbə yazır ki, İranlı diplomat Tajani ilə söhbətində bəzi Avropa ölkələrinin mövqeyini tənqid edərək, onların təmkinli çağırışlarına baxmayaraq açıq şəkildə İsrailə meyil etdiyini də vurğulayıb. İsrail kəşfiyyatı İranın hərbi rəhbərliyinin ölkədən qaçmaqda olduğunu bildirib. İsrail ordusunun rəsmisi bildirib ki, İran son günlər İsrailə 400-ə yaxın ballistik raket və yüzlərlə pilotsuz uçan aparat atıb, həm mülki, həm də hərbi infrastrukturu vurub. Bundan başqa İsrailin Müdafiə Nazirliyinə bildirilib ki, İsrail İran rejiminə yeni iri hücum əməliyyatlarına hazırlaşır. İsrail İranın nüvə obyektlərinə qarşı hücumları müəyyən edilmiş bütün hədəflərə çatana qədər davam etdirəcək. Bunu İsrail Müdafiə Ordusunun Əməliyyat İdarəsinin rəisi Aded Basyuk bildirib. Biz plana uyğun olaraq nüvə obyektlərinə zərbələr endirməyə davam edirik deyə o vurğulayıb. İsrail hərbçilərinin məlumatına görə hazırda 200-dən çox ballistik raket qurğusu məhv edilib və ya neytrallaşdırılıb ki, bu da İran arsenalının əhəmiyyətli hissəsini təşkil edir. Basyuk vurğulayıb ki, İsrail Müdafiə Ordusunun İrana qarşı əməliyyatı ən qızğın mərhələsindədir. İran ordusunun əsas dayaq məntəqələri və bir sıra generallarının zərərsizləşdirilməsində əldə etdiyimiz kəşfiyyat məlumatlarının rolu böyük olub. Bunu İsrail kəşfiyyatının rəhbəri general-mayor Shlomi Binder sözü gedən qurumun hərbi bazasında çıxışı zamanı deyib. İran ordusunun əsas dayaq məntəqələri və bir sıra generallarının zərərsizləşdirilməsində əldə etdiyimiz kəşfiyyat məlumatlarının rolu böyük olub. Bunu İsrail kəşfiyyatının rəhbəri general-mayor Shlomi Binder sözü gedən qurumun hərbi bazasında çıxışı zamanı deyib. O həmçinin yaxın şərqdəki vəziyyətə və girovların məsələsinə toxunaraq bu problemin diqqətdən kənarda qalmadığını bildirib. Yadda saxlayın ki, biz yalnız bir cəbhədə hərəkət etmirik. İranla yanaşı Qəzzadakı girovlar və ön cəbhədəki hərbçilərimizlə bağlı məsələlərdə diqqətdə saxlayırıq. Sizin üzərinizə vətəndaşlarımızın raket
raket hücumları ilə bağlı vaxtında məlumatlandırılması kimi mürəkkəb bir missiya düşüb. Bunun nəticəsində onlar təhlükəsiz ərazilərə vaxtında təxliyə edilərək öz həyatlarını xilas edə biləcəklər. O ki qaldı sizə, bundan sonra yalnız irəli getməlisiniz. Shlomi Binder eyni zamanda geri çəkilmək mümkünsüzlüyünü tabeçiliyindəki şəxsi heyətin diqqətinə çatdırıb.